Asan xidmətin açıq innovasiya platforması olan Asan AI Hub platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb. Məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və digər istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirmək olan platformanın ilk çağırışları çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər Digital Umbrella tərəfindən müəyyən edilib. Asan AI Hub artıq beynəlxalq səviyyədə diqqəti çəkən bir modeldir. Belə ki, beynəlxalq analitika mərkəzi olan Oxford Insights tərəfindən aparılan təhlillər də onu göstərir ki, bu model digər ölkələrdə də tətbiq oluna biləcək açıq innovasiya əməkdaşlığı platformasıdır. Və platformanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada real texnoloji problemlər, qurumlar, özəl şirkətlər tərəfindən açıq şəkildə elan olunur və istənilən şəxslər buna öz həlləri ilə müraciət edə bilərlər. Bu ola bilər tələbələr, universitet tələbələri və yaxud da startup təsisçiləri, eyni zamanda özəl şirkət nümayəndələri də ola bilər. Və xüsusi bu günləri də mən onu vurğulamaq istəyərdim ki, bizim qaliblərimizin sırasında həm universitet tələbələri, həmçinin də startup təsisçiləri də var. Bunu da vurğulayım ki, bütün bu prosesdə həmin o həllərin qiymətləndirilməsində Beynəlxalq Ekspert Şurası da iştirak edir ki, bu prosesin daha obyektiv, daha sürətli olmasına da həmin qərar verən şəxslərə bir növ öz dəstəyini vermiş olur. Asan AI Hub-ın fəaliyyəti yalnız açıq innovasiyanın təşkili və təşviqi ilə kifayətlənmir. Eyni zamanda qlobal platformalarından əməkdaşlıq çərçivəsində istifadəçilərə onlayn süni intellekt kursları da təqdim olunur. Artıq 1000-ə yaxın istifadəçi bundan faydalanıb və beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif olunub.